Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Hörmətli dinləyicilər, bu həftəki Araz News radiosunun panorama proqramında günün ən önəmli olaylarını qonağımızla tartışacağıq. Dey ayının 7-sindən bəri İranda doların qiymətinin həddən artıq bahalaşmasına görə Tehran bazarından başlayan etirazlar tez bir zamanda ölkənin bir çox şəhərinə yayıldı. Bu etirazlar tezliklə öz ilkin iqtisadi mahiyyətini aşdı və hökumət əleyhinə olan etirazlara çevrildi. Eyni halda Azərbaycan təşkilatlarının Əməkdaşlıq Şurası dey ayının 20-si tarixini Güney Azərbaycan şəhərlərində xiyabanlara çıxmaq üçün çağrı yaydı. Ölkənin siyasi vəziyyətini nəzərə alaraq bu çağırış diqqət çəkdi. Ancaq dey ayının 18-dən, yəni etirazların 12-ci günündən etibarən İranda internet və hətta telefonlar tamamilə kəsildi və mobil telefonlar da daxil olmaqla bütün irtibat aracları işdən düşdü. Bununla birlikdə etirazçılara qarşı geniş və acımasız baskı və sərkub uyğulandı və şəhərlərin vəziyyətinin nigaran edici olduğuna dair raporlar yayıldı. Bu çərçivədə panorama proqramında bu hadisələri çeşitli açılardan incələmək üçün Güney Azərbaycan Demokrat Partisinin sözçüsü Sayın Mahmud Bilgin ilə danışacağıq. Sayın Mahmud bəy, Araz News radiosuna xoş gəlibsiniz. Azərbaycan təşkilatlarının Əməkdaşlıq Şurası tərəfindən dey ayının 20-si üçün verilən etiraz çağrışı hangi hədəflərlə yayıldı və bu çağrışın arxasındakı zərurət nə idi? İlk öncə panorama zəhmət çəkənlərinin, əməkdaşlarının və habelə məni dinləyən bütün vətəndaşlarımı sevgi və saygı ilə salamlayıram. Birinci suala gələndə bu ki, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Şurasının etirazı hansı hədəflərə doğru idi? Təbii ki, Azərbaycan Milli Hərəkatını bildiyiniz kimi birlədən və tamam qurum quruluşları vahid bir sloqan altında bir nəfəs kimi bugün görüntü verən azadlıq, ədalət, milli hökumətdir. Demək ki, bəs burada da çağırışımız çox azadlıq üçün, yəni diktatorluğa qarşı və istibdada qarşı və bununla belə ədalət üçün, yəni vaxtı ki, diktatorluğa qarşı azadlıq üçün təbii burada elə ədalətsizlik birinci məsələdə özünü göstərdir, istibdad birinci məsələdə özünü göstərdir və bununla yanaşı da sümürgəçiliyə qarşı olur. Yəni istibdaddan sonra ən ikinci məsələ ki, çox artıq gözə vurur və çarpıcı halda gözə vurur. O da sümürgəçilikdir ki, bizim millətin istəklərində fərq eləyir. Başqa İranda Fars milləti ilə yanaşı fərqlidir. O da budur ki, bizim millət milli haqları ilə bağlı, ayrı seçkiliyi ilə üzbəüzlü, dili ilə bağlı, kültürü ilə bağlı, torpağın belə qurudulması ilə bağlı, torpaq bütünlüyünə belə sahib durmaqlıqda turizmin çətinliyini yaradılması ilə bağlı və bunların hamısı millətimizin əsas dərdi olduğu üçün bu hədəfləri əltapmaq üçün dəyimiz bu idi ki, xiyavanlara çıxıb milli fəallarımız güclü səviyyədə Güney Azərbaycanda öz varlıqlarını ortaya qoymaqlıqdan siyasi baxımdan eləyə bilək, digər siyasi qüvvələrin içində biz də bu istəklərimizi mətrəh etməklə ilə öz yerimizi bərkidək və eləyə bilək siyasi müadilələrdə göstərək ki, Güney Azərbaycanda bir varlıq və eyni halda həm içəridə, həm eşikdə öz varlığını sahədə də göstərdir. Bunun arxasında əsas zərurət nə idi? Mən iki zərurəti burada vurğulaya bilirəm. Birinci zərurət bu idi ki, vaqiət budur ki, Azərbaycan Milli Hərəkatını demək rejim tərəfindən Azərbaycanlıların, İranda olan türklərin durumu çox-çox fərqli olduğu üçün başqa millətlərindən. Çünki bilirsiniz ki, türklər İranda aparıcı bir millətdir. 1000 ildən çox hökumət qurublar, dövlətçilik ənənəsini bilən bir millətdir. Çox rahatlıqla dövlət çevirən və yeni bir dövlət gətirən gücünə malik olan bir millətdir. Və özəlliklə bunun da aparıcısı Azərbaycan türkləri olubdur. Və buna görə İran rejimi hər zaman çalışıbdır ki, Azərbaycan türklərini teorik, siyasi, ideolojik baxımdan belə bir bəlirsiz hala gətirsin. Heç olmasa eləyə bilsə ixtilaf yaratsın Azərbaycan Milli Hərəkatında və bu ixtilafla bir bölümü öz səthinin altına gətirsin. Və biz bunu keçmişdə görmüşük, İran rejimi həmişə çalışıbdır ki, belə göstərsin ki, Azərbaycan məsələlərini İran hakimiyyəti elə pizişyan, millət vəkilləri vasitəsilə addım-addım həll edə bilər. Azərbaycan lazımdır xiyavanlara çıxıb. Və beləliklə çalışıb ki, Azərbaycan Milli Hərəkatını açmaz eləyə siyasi baxımdan və xiyavanları boşalda qoymuyor ki, Azərbaycan milli fəalları xiyavanlara çıxıb istəklərini axtarsın.
arasında. Bəlkə belə göstərməyə çalışıb ki, Azərbaycanlılar eləyə bilər millət vəkilləri vasitəsilə prezidenti ki, püh seçilibdir, onun vasitəsilə istəklərini qabaq aparsın və bu da aldadıcı olduğunu biz burada çalışdıq. Bir daha xiyavanlardır ki, eləyə bilər gücün mərkəzi olur və rejim bu oyunların rəngin sındırmaq üçün üstün beslə açıb və iç vaqiyyəti ki, bu şovinisti bir hakimiyyətdir və bu fassi bir hakimiyyətdir. Bu İslam paltarında özün gizlədib və çalışır ki, ixtilaf yaratsın. Bəs birinci zərurət budur ki, teorik və siyasi baxımdan, ideoloji baxımdan milli fəallarımızı vahid bir çatı tərəfinə yönəldək və siyasi açıdan göstərək ki, sizin hamımızın dərdi ekonomik və milli dərdlərimiz və demokrasi məsələsi hamımızınki birdir və siz o fişar çəkisiz zindiqanlıqda bunun əsas baisi ilə fas rejiminin özüdür və onun içində olan pis polis, xoş polis fərq etməz o olan paltarıdır, mahiyyətləri aynıdır. Birinci bu idi. İkincisi bu idi ki, İran rejimi çalışırdı ki, Azərbaycan türkləri sanki bunun atoynadan meydanıdır və Azərbaycan türkləri başqa bir qurum quruluşlara, başqa bir millətlərlə yanaşı heç bir iş görməzlər, bunlar qatışmazlar, bunlar fərqlidirlər. Bunu çalışdılar, görsəsin və hətta biz gördük ki, 46 ilin içində ilk dəfə olaraq rejim tərəfindən qəbul olundu ki, traktor maçlarında və ümumi stadyumunda şaha qarşı sloqan verilsin və bu beləliklə çalışılandı ki, belə göstərsin ki, əsas məsələ Pəhləvidir və Azərbaycan şərəfdir və Pəhləvi bir şərəfdir. Yəni sanki İran rejimi bir şərəf deyil və beləliklə çalışdı ixtilaf yaratsın və siyasi baxımdan da bu işi görsün və biz bu əsasda bunun pərdəsini cırmaq üçün göstərək ki, yox. Əsas zərurətlərdən birisi də budur ki, İranda yaşayan millətlər vahid diktatorluqdan çətinlik çəkirlər, geçmişdəki diktatorluğa da qarşıdırlar, yəni şahçılığa da qarşıdırlar və ha belə bugünkü pis şərait yaradan və biruzə bir sistemlə ki, başarısız bir sistem olubdur. İndi rantla, diktatorluqla, rüşvətlə və ayrı seçkiliklərlə İstədik göstərək ki, bəs bu da aynı geçmişdəki hakimiyyət və ondan da bəlkə də pisdir. Və şüarın dərinləşməsini belə göstərməyə çalışdıq ki, Azərbaycan öz yolunu tapıbdır, vilayəti, səltənəti atıbdır. Yəni, təbii ki, səltənəti atıbdır, vilayəti də atıbdır. Yəni, əgər Azərbaycan şərəfdir, Seyyidəli də bir şərəfdir. Və beləliklə çalışdıq ki, bu düşüncələri yerinə gətirmək üçün düşündük həm hədəflərimizi, həm zərurətlərimizi üst-üstə qoyub və çağırış verdik. Ancaq çağırışımızda bu ki, tam zamanında eləyənmədik. Elə Təbrizin bazarı bağlamaq həm nonsa bahasını verək. Bu məncə bir nəqlidir ki, indiqatdır ki, Kətəşər, Gülözbət Təşkilat Əməkdaşlıq Şurasına variddir. Zaman, saat çox-çox mühümdür. Biz gərək eləyə bilərdik, onun ardı ilə verərdik. Görürsünüz ki, bir gün sonra, yəni ayın 18-də internet var, 20-sində internet və kullən hər şeylə kəsilir. Və rejim fişar və baskıya başlamışdı. Halbuki biz ayın 18-ni çağırıb istəydik, durum çox-çox fərqli olardı. Hər halda mən düşünürəm ki, bu çağırışımız başarılı bir çağırış idi. Güney Azərbaycan Təşkilat Əməkdaşlıq Şurasından çağırışından digər Azərbaycan təşkilatları da, və belə Cümhuri Xalq Demokrat Federal Demokrat qüvvələri də, Türkmənlər təşkilatı da hamısı bundan himayət elədilər və bu göstərdi ki, Kətəş siyasi baxımdan eləyə bilibdir dəyişiklik qüvvələri bir araya gətirməklə siyasi baxımdan düz addım atıbdır. Dey ayının 18-dən İranda internet tamamilə kəsildi. Beləliklə, Azərbaycan şəhərləri daxil olmaqla ölkə ilə irtibatlar tamamilə məhdudlaşdı. Deyin 20-sindən indiyə qədər özəlliklə Təbriz haqqında hangi bilgi və raporları əldə edibsiniz? Haqlısınız. 18 deydən internet kəsilməyə başladı. İlişkilər zorlaşdı. Amma daha 20 deydə bütünlüklə, tamamilə kəsildi. Və hətta telefonlar da belə müxtəlif oldu. Yəni 18 deydə telefonlarla danışmaq olurdu. Amma daha 20 deydə əsən telefonlarla da belə danışmaq imkansız oldu. Yəni İran rejimi həm eləyə bildi, interneti kullan kəssin, həm telefonları müxtəl etdi və kəsdi. Həm də ki, eləyə bildi Starlink-lə ki, çoxlu quruluşlar onu ümid bağlamışdılar və ona hazırlıq getmişdi. Onları hək etdi. Və göstərdi ki, indi Rusların, Çinlilərin texnologiyaları ilə, nələri ilə bu hazırlıqçı qabaqdan getmişdi. Beləliklə kullən hər şey bağladı. Və bu Güney Azərbaycanda yox, İranın hər yerində bu qaranquluq bir vəziyyətin yaranması və bu xəbərsizlik və tam İranı eşi ilə, dünya ilə irtibatın kəsməsinin əsas amacı bu idi ki, nə qədər eləyə bilsə öldürsün, tutsun, yaralasın, qorxusun
və beləliklə xiyalanlar ki, demək 12 gün idi İrandan millətlərin əlində idi. Bunu belə alsın əlinə ki, əgər bu səmt getsəydi, yəni rejimi çox ayaq üstə dura bilməzdi. Çünki doğrudan da elə güc millətlərindir də. Onda ki, rejim bu məsələni çəkir başqa bir səmtə və silahlar danışmağa başlayır, onda daha millətlərin yeri azalır və beləliklə rejimin əli güclənir. Və rejim bu səmti götürür ki, cəmaət dinc mübarizələrini yox, bəlkə xüsunətə əl vursunlar və xüsunətdə zaten öz yaratmışdı və bunu Əhmədiyyə də keçmişdə demişdi. Aynı sistemlə ki, Əhmədiyyə də ki, demişdi ki, bu nəzr hazırlanır və bunu 88-ci ildə nəzr eləmişdi. Aynı işləri təzədən bu dəfə elədi bunu da. Bu dəfə üçün ehtiyacı var idi ki, həm öz üstə hakimiyyətində birlik yaratsın, həm də ki, aşağını demək ki, bunun öz həvadarlarını, bəsicilərini, sübahçıları, onlar ki, rejimdən aylıq alırlar və rejimə bağlıdırlar fikri baxımından, siyasi baxımdan, onların içində birlik yaratsın. Buna görə ehtiyacı var idi ki, belə göstərsin ki, məscidlər yanır, evlər yanır və bu İsraildir, eşikdir, xərabkarlardır filandır və bir düşmən yaratmaqlıqla çalışdım məsələnin səmtin yönünü dəyişdirib. Və buradadır ki, demək Təbrizdə də bu məsələlər qabağa getdi. Bu ki, nələr, hansı bilgiləriniz var o gündən bu yana? Əsas bilgilər bilirsiniz ki, doğrudan elə çox çətin bir ilişkilər vardı. Təhlükə ilişkilər ki, qurulur, xəbərlər ki, ələ gəlir. Bu ki, əvvələn 27-də çağırış verilmişdi. O çağırışa heç olmasa düzdür şəhərlərin çoxundan xəbərimiz hələ yox. Çünki tam elə kəsinti halında. Amma heç olmasa Urumiyyə ilə Təbrizdən xəbər varımızdır ki, Urumiyyə ilə Təbrizdə Cətəşin çağırışına milli fəallar bir bölümü eşiyə çıxmışdı və şüarlar vermişdi. Bu ki, bunun davamənəsi nə qədər hələ qədər xəbər yox. Çünki o dostlarımızdan ki, təmas tuta bilmişlər və fikirlərini paylaşa bilmişlər. Deyirlər ki, çox ağır bir saatlar yaşandı. Rejim tərəfindən çox belə baskı, vuravur, güllə, yəni çalışırdı ki, fəqət dağılsın və bu şəraitdə həm film götürmək çətin, həm filmi götdün, onu yollamaq çətin və belə bir çətin bir durum yaratdı. Rejim o günü belə bir demək ki, baskı və fişarla keçdi. Ondan sonra rejim çalışdı tutuqlamalara. Çoxlu milli fəallar tutmalar və açıq da elan etdi ki, hər kəs iştirak etmişdi 18-dən bu yana biz tutacaq biriləri və filmlər ki, əlimizdə vardı. Təbrizdə və ətrafında çoxlu maşınları hətta saxlayıb və hətta otobuslardan da xəbərimiz var ki, saxlıdırlar və otobusların içinə girib hamının telefon istəyirdilər. Telefonları bir dənə kontrol etdi. Ola ki, telefonları silməmişlər. İçində bəzi film vardı, həmən bilələr yendirir də parda bazlaşdırırdılar. Buna kəsin xəbərimiz var. Hətta eyni hadisəni ola ki, eşiyə çıxırdılar, onlarla da bağlı bu işlər olmuşdu. Dəqiq faktımız vardı ki, neçə nəfərdən neçəsini nəzr tutdular, neynədilər? Yəni bu tutuqlamaların əsas məsələsi o idi. Hətta bir tanınmış milli fəalın o tutuqlamalarda Təbrizdə bu ki, çalışdılar ki, maaşın altına assınlar biləsən və öldürməyə çalışdılar. Buna da bilgimiz vardı. Sonra ayın 19-unda çünki bizim Çətəşin çağırışından sonra çoxlu demək ki, məsələ yayılmışdı və bu məsələnin yayılması rejimdə belə bir qorxu yaratmışdı ki, olmaya Azərbaycan türkləri üçüncü güc kimi yəni ortaya çıxalar. Bilirsiniz ki, şahçılarla mücahidlər ortalıqda var idilər. Eşikdə və içəridə də bəzi indi mücahidlər öz modelli fəaliyyətləri ilə bağlı. Olmuyor Azərbaycanlı öz dinc gücləri ilə və öz söyləmləri ilə hərəkətə keçib və öz sembolları ilə yenilik yaradırlar və bu hərəkəti başqa bir miqyasa çevirirlər. Rejimin bu qorxusundan dolayı rejim ayın 19-unda açıq deyə bilirəm ki, belə 100-ə yoxun milli fəalımıza zəng açmışdı. Və demişdi, çıxsaz eşə biləzi tutacaq. Və bu göstərirdi ki, rejim nə qədər qorxusu vardı bizim milli hərəkətdən. Ki, qabaqca ki, dedim, çalışır ki, həm Toğuç baxımdan bunu öz istədiyi kimi yönəldə, həm istəyib baskı ilə o fəallar ki, eləyə bilmir siyasi baxımdan, ideoloji baxımdan üstlərində etki buraxa, onlar da evlərində oturda qorxuda
Həm diqqət etsəydiniz, Yürüş bəy Mehəlbəylinin tutuqlaması tam iz gəlmişdi buna ki, rejim görürdü ki, vəznədir və hər dəqiqə infizar başlaya bilər. Və ona görə istəyirdi ki, Azərbaycan Milli Hərəkatında aparıcı insanlar əslən ortalıqda olmasınlar ki, eləyə bilərlər etkili işlər görələr. Və Yürüş Mehəlbəyli ilə yanaşı diqqət etsəydiniz, bir-iki həftə öncə də bu hərəkətlərdən qabaq elə 13 nəfər milli fəalımız keçmişdə tutuqlanmışdılar. Onlara yenidən pərvəndə açılmışdı ki, məhkəməyə gəlmişdi və belələrinə 10 il ta 6 il və üstə 89 il birlərinə zindan verilmişdi. Və qərar işlədə məhkəmədə bu verilən hökmlarından hər halda difa edirlər. Yəni rejim bu məsələləri Azərbaycan Güney Azərbaycanda qabağa aparırdı ki, bəlkə eləyə bilər o bölüm Azərbaycan milli fəalları ki, istəkləri ilə bağlı rejimin etkisi altında deyirlər, onları etkisiz halə gətirər. Mahmud bəy, Güney Azərbaycan etirazlarının İrandakı ümumi etirazlar bağlamındakı yerini necə dəyərləndirirsiniz? Azərbaycan özünə məxsus müstəqil tələblərini irəli sürürmü? Bu ki, Azərbaycan öz yerinə aid siyasi və milli istəklərini İranın digər siyasi qüvvələri ilə yanaşı hərəkətlər eləyə bilir, öz etirazlarını öz səviyyəsində ortaya qoya ya yox? Sualına gələndə mən düşünürəm ki, təəssüf olsun ki, biz o güc çuvarımızdır. Yəni o potansiyel çuvarımızdır. O potansiyel ilə o güc ki ortada vardır, real bir güc ki ortada ola, onunla fasiləsi çox-çox. Hələ biz eləyə bilməmişik o potansiyeli ki, eləyə bilir rahatlıqla yüz minlər insan dəbəşə və siyasi məsələdə vahid bir mövzə tuta. Dediyim kimi, əsas illəti qaydı rejimin o seçkilər, ixtilaf yaradır, özün qorusunu, kütlük məsələsi və eyni halda parlamentda nə bilim Pezişyanın türk olması və dəyişiklik yollarla çalışır ki, fikir baxımından bizdə ixtişaşi fikir yarada və beləliklə mane bundan olubdur ki, Azərbaycan Milli Hərəkatı bütünlükdə o varlığını, o potansiyelini siyasiləşdirsin və siyasi baxımdan ortada olsun. Bu əsasda mən deyə bilərəm ki, təəssüflə o nöqtəyə yetişməmişik, amma bu əsas nöqtə budur ki, Azərbaycanın Milli Hərəkatının bütünlüyü bir şeyə inanır. O da azadlıq, ədalət, milli hökuməti doğrudan etiqadı var. Yəni onlar ki, hətta qatılmırlar, onlar ki, fikirləşirlər ki, bu haqlarımızı prizişkan eləyə bilər, nə bilim, bəzi millət vəkilləri eləyə biləcəkdir, nə bilim nə. Onlar özləri də o Azərbaycanı sevdikləri üçün xoşlara gəlir ki, bir federal dövlətləri olsun, muxtar bir dövlətləri olsun, hökumətləri olsun. Hətta o Azərbaycanlı İranlılar ki, özlərini İranlı bilirlər, onlar da yenə də istəyirlər ki, dilləri belə eğitim imkanı olsun, uğumu gölüb qurulmasın, nə bilim, kültürləri daha inkişaf etsin, iqtisadi baxımdan vəziyyətləri yaxşı olsun. Yəni bu tələblər üçün rejim eləyə bilmir qarşısını alsın və eləyə bilmir yerinə yetirsin. İstər-istəməz bu güc tez ya gec buna yetişəcəkdir ki, seçim mərhələsində məcbursan mövqe tutasan. Rejim getməkdə, dağılmaqda sənin qabağında olan alternativ şahsılıqdır, xalq mücahididir, nə bilim, oradan buradan bəzi güclərin gətirilməsidir, İrançı qüvvələrdir və bir də Azərbaycan Milli Hərəkatının siyasi təşkilatlarıdır. Azərbaycan Milli Hərəkatının önündə gedən şəxsiyyətləridir. Yürüş Mehəlbəyli tək böyük simlardılar. İndi Azərbaycan Milli Hərəkatının tələblərini kim irəli sürə bilər? Mən düşünürəm ki, zaman içində, çünki bu prosə hələ elə bu tezliklə cavab verməyəcəkdir. Biraz prosə çəkəcəkdir, yəni müəyyən bir üst aşağı olacaqdır. Bu üst aşağı olmaqlığının bu zaman içində millətimizin bütünlüyü ya milli hərəkatımızın çoxunluğu buna yetişəcək ki, biz haqlıyıq fikir baxımından və biləcəklər ki, yolumuz xiyavanlardır və biləcəklər ki, biz gərək aynı Fars milləti kimi, necə Farslar ümumiyyətlə səhnədədirlər, fərq eləmir, indi çoxluğu yanı səhnədədir deyə bilirik və çox rahatlıqla xiyavanlara çıxırlar. Məşhədində, Şirazında, İsfahanında, Tehranında. İndi adın qoyurlar, nə bilim, Yeşil Hərəkatı, adın qoyurlar, nə bilim, Məşhəddə filan hərəkatı, aclıq məsələsi, ya
Hər nə benzin bahalığı, nə hər məsələsi ki, olursa ki, rahatlıqla müəyyən qədər zəşə çıxa bilirlər. Bizdə bu hərəkətlər ağırlıqdır. Onun da əsas illəti budur ki, belə bir düşüncəni bizə yerləşdirib ki, güya biz fərqliyik. Güya Azərbaycan Türk milləti öz milli istəklərinə fərq çıxarıq evana və özü yox, baxmaz ki, kim çıxdı. Əgər o çıxıbdı, ona görə çıxmarıq biz. Əslən bunlar siyasi baxımdan yanlışdır. Siz Güney Azərbaycan İrandan ayrı deyək ki, biz ayrı bir dünyada yaşamırıq ki. Vaqiət budur ki, biz İranda yaşayırıq və İranda olan məsələlər bizi etkilir. Biz ona görə eləyə bilmərik deyək, biz ayrıyıq, biz fərqliyik. Biz işimiz yoxdur Tehranda, Xorasanda, İsfahanda, nə də ya başqa millətlərdə nə keçir. Bu Cumhurbaşqanının yedirtdiyi o siyasi və ideolojik baxımdan milli hərəkatımızda düşüncədir. Yanlış bir düşüncədir. Biz ayrıyıq milli baxımdan, o sümürgəsilik baxımdan ki, dəyərli Yürüş Mehrəli demişdi. Bizim iki əsas məsələmiz var, diktatorluq və sümürgəçilik. Biz diktatorluqda İranda hamı ilə aynı mövzedəyik və azadlıq, ədaləti hamı istəyir İranda. Bizim o şey ki, bizi fərqləndirir olanın sümürgəçilik və milli hökumətimizdir. Və bu milli hökumət bu qismətdə biz deyə bilirik ki, biz fərqlidik. Yoxsa azadlıq üçün, ədalət üçün biz deyə bilmərik ki, biz fərqlidik. O əsasda mən düşünürəm ki, baxmayaraq ki, biz indi öz potansiyelimizlə real gücümüz üst-üstə düşmürük və hələ fasiləsi çoxdur. Amma mən düşünürəm ki, belə kapasitə varımızdır, belə bir ümidim mənim var. Düşüncəm vardı ki, biz o səmtə gedirik ki, eləyə bilək. Real gücümüzü, o güc yükü məsələn, Fərvərdin elə gördük ki, 12-sində 100 mindən insan ümumiyyətlə yola düşdü və rejimin elə öz imkanlarını kullandı. Rejimə qarşı bozqur əlaməti ilə Kürt terroristlərin qarşısında durdu. Aynı güc siyasiləşib bu dəfə də yenə də hakimiyyətin öz qarşısında və şəxsi hərəkatının qarşısında hər mərkəz sistemi hər hansı istəyirlik gələr ki, yenidən bizi bir diktatorluq yaradı, onun qarşısında durmaqlıq kapasitəsi çox-çox fəqət reallaşmasını da siyasi təşkilatlarımızın daha aktiv olması, zamanı daha düzgün incələməsi və iş əl-ələ verib birlikdə vahid bir səsin ortaya çıxmasıdır. Bildiyiniz kimi son günlerde yayılan videolar Cumhuri İslam'ın emniyeti kuvvetleri tarafından öldürülen kurbanları gösterir ve öldürülen gençlerin çok üzücü görüntüleri paylaşılır. Bu haqda düşüncelerinizi eşitmeyi isterdik. İran rejimi bu öldürmələr, bu cinayətlər doğrudan bəşəriyyətə belə bir qərələkədir. İran hakimiyyəti bu cür qabağa aparmaqdadır. Mən düşünürəm ki, çox üzücü, insaniyyətlikdən uzaq. Fikrim belədir ki, iki əsas hədəfi rejim tutubdur. Birincisi budur ki, çalışır qorxu yarada. Hətta filmlərin belə yayılmasında özü yardımcı olub. Fikirləşin ki, 20 deyək, 18 deydən ta 21 deyək, 22 deyək kimi kulludan internet kəsildi də kəsildi hələ. Amma heç də film çıxmadı eşiyə. Amma bu Şəhrizəkdə olan 802 nəfər ki ölmüşdü, öldürülmüşdü o Bimaristanda. Oradan videolar çıxdı eşiyə. Mən fikirlərim ki, orada da Cumhurbaşqanının əli vardı o videoların yayılmasında. Bilərək yaydı ki, heç olmasa eşikdəkilər eyni halda içəridə əgər müəyyən bir güclər vardı, ilişkilər vardı, bilsinlər ki, kəsib biçmə və öldürmədir və qorxusun ki, kimsə evindən çıxmayacaq eşiyə. Xiyabanlar Cumhurbaşqanınınkidir və sanki əmniyyət və güvənlik yaradıbdır. Və rejim bunu yaymaqlıqla yanaşı da siz gördünüz ki, əksinə də köçdü yolum düşənbə günündən. Yəni demək ki, ayın 22-sindən, deyin 22-sindən də başladı. Dövləti etiraz aksiyalarını özəlliklə demək Tehranda və ümumiyyədə və Azərbaycan bəzi şəhərlərində qabağa apardı. Çox gülünc idi. Mənim şahın zamanı yadıma gəldi. Şah vaxtında da şah rejimi gedə-getdə başlamışdı kəndlərdən və əməkliləri bazı səslər gətirdi Xiyabanlara. Ki mən də elə o zaman elə Azər ayındakı 3 ay qaldı rejim gedə. O əməklilər və rejimin bu hərəkətinə ki, onda 100 mindən Xiyabana çıxırdı. Şahın bu hərəkətinə qarşı Xiyabana çıxdım. Elə yaralılardan birisi də mən oldum kimi. Bir ay xəstəxanada qaldım. Bu o hadisələr yadıma gəldi. Çünki rejim bu son günlərdəki gedə-getdədir, son aylarda rejim belə bir oyunlara əl vurur ki, çalışır ki,
qorxu yaratsın və bu qorxu yaratmaqda da eyni şeydə şah vaxtı ki, Cümə-i Xuni yaratmışdıq, qanlı Cümə gecəsi yaratmışdıq Şəhrivar ayında İranda o 56-cı ildə aynı o məsələni bu rejim də istəyir yaratsın. Demək ki, İran Fars rejiminin bəs birinci hədəfi budur ki, qorxu yaratsın və bu qorxu yaratmaqlıqla çalışır ki, cəmaatı belə xiyabanlardan çəksin. İkinci məsələsi budur ki, onlar ki, xiyabanlara çıxıblar, şəhid veriblər, yüzlərcə, minlərcə, çünki ədədlər çox bir-birindən fərqlidir də. Yəni fikirləşin ki, 3500-dən ta 20.000-ə kimi ədəd vardı. Birisi deyir 5000, birisi deyir məndə 3500 at var. Yəni minlərcə insan ölübdür. O şey ki, indi demək olar. Mümkün sabah daha çox, daha dəqiq ədədlər deyilsin. Amma İran rejimi çalışır ki, ailələri incitməklə demək o cavanlar üçün o ətrafda ölüblər, yaralanıblar. Bilirsiniz də təkcə fəqət elə bir dənə bimaristan ki, göz bimaristan idi. Odur ki, Almanın göz xəstəxanasının başqanı deyibdi, Tehranda olan göz xəstəxanasına 5000 nəfər gözlü müdafiəsi üçün müraciət eləyibdi. Yəni fikirləşin görün bu nə qədər, neçə min nəfərin gözündən bu saçmayı tüfəklərlə vurublar ki, bunlar gözlərindən belə inciyiblər ki, gedirlər xəstəxanalara. Yəni çox böyük bir dəhşət yaradıbdır hər halda rejim. Gənclər, ailələr gedirlər ki, uşaqlarının cənazəsini istəyirlər, hərəsindən neçə milyon tuman şey istəyirlər ki, pul verincəsə dərzi verək. Veririk, həm pul verəcəksiniz, həm də bir səs çıxartmayacaqsınız. Yəni həm deyir ki, xiyabana çıxmayacaqsınız, həm də sizə intiqam alsın millətdən. Yəni öz millətindən ki, ekonomi baxımından bu qədər pis gündədir və azadlıq üçün özləri utanmadan deyirlər ki, eləyə bilərsiniz, istəklərinizi deyəsiniz. Amma aşıb yox, ixtişaş yox. Halbuki hamı bilir, bu aşıb ixtişaşın 90% payı rejimin özüdür. 10% də qoyaq buna ki, hə, bəzi amillər oradan buradan girdilər, nə bilim, bəzi ölkələrin gücləri var idi, silahlı çatışmaya əl vurdular. Bu olar 10%. Amma 90% rejimin özüdür. Rejimin özüdür ki, bu cinayətləri yaradıbdır. İndi isə istəyir ki, cəmaatdən həm ekonomi baxımdan bir fikir versin bilərsən cəmaata, həm də ki, desin ki, mərasim keçirtməyəcəksiniz. Yəni gələcək hərəkətlərin də qarşısını alır. Heç bir hərəkət olmayacaq. Deyirəm, 40 tutmayacaqsınız. Yəni biz fikirləşsəz şah vaxtı Cümhuriyet bir dənə, yəni o zamanın hərəkətlərindən bir dənə şəcaətlərdən bu idi ki, hər şahidə 40 tutardılar, 7 tutardılar və bununla belə hərəkət böyüyərdi. Rejim çalışır ki, bu böyümənin də qabağını alsın. Həm istəyir qorxu yaratsın, həm də istəyir hərəkətin böyüməsinin qabağını alsın. Bir dənə məsələ budur ki, eşiyə də istəyir göstərək ki, mən güclüyəm, mən beləyəm və Trump'a da deyir ki, sən demişsən öldürmə, öldürsən kəsərəm, biçərəm. Bax, mən öldürdüm, sən bir şey olmasan, amma istəsən müdaxilə eləyəsən, müdaxilə etsən yüzlərcə insanı edam eləyəcəyim. Edam eləmirəm, edamı ato kimin əlində saxlayıram, sən də mənə hücum eləməyəcəksən. Eləyibsən, mən də burada yüzlərcə insanı edəməyəcəm. Düz də deyil. Bu o qədər alçaq rejimdir ki, yüzlərcə insanı rahatlıqla bir gecədə edam edə bilər. Və bizim də çoxlu milli fəallarımızdan vardır ki, canları təhlükədədir edamla bağlı. Hər halda bu ağır günlərdir ki, yaşayırıq. Mahmud bəy, Azərbaycanlı təşkilatların birləşmə çabalarına toxunmaq istəyirəm. Stokholm şəhərində və 21 Azər Milli Hökumətin quruluşunun il dönümündə tanıdılan Əməkdaşlıq Şurasının sunum platformu çox diqqət çəkdi. Lütfən bu şuranın tərkibi, Azərbaycan təşkilatları arasındakı münasibətlərin və bu addımın Azərbaycanın siyasi mühadilələrdə oynadığı rol haqqında izahat verəsiniz. Demək ki, bu Dünya Təşkilatların Əməkdaşlıq Şurasının hansı təşkilatlardan, yəni tərkibi ilə bağlı bildiyiniz kimi Dünya Təşkilatların Əməkdaşlıq Şurası mən təşkilatlarımızın elə çox elə müxəffəfini deyim. Dirəniş Təşkilatı, Azov, Mərkəz Təşkilatı, Güneydoğu Demokrat Partisi KDP, Milli Dövlətçilik Təşkilatı, İstiqlal Partiyası, Qurtuluş Partiyası, Fikri Demokrat Partiyası. Bu 8 təşkilatdan şəkil tapıbdır. Ola bilər gələcəkdə çoxalsın.
baxaq görək hələ nələr olur. Millət hərəkat bir cürdür ki, hər gün dəyişikli bir vəziyyətlər qabağa gəlir. İndi burada bu təşkilatlar nə qədər eləyə biləcəklər öz işlərində bir siyasi qabiliyyət göstərirlər ki, eləyə bilərlər birliyi qoruyaraq daha irəli addımlar atalar. Mən düşünürəm ki, indi Güney Azərbaycan təşkilatlarının çoxluğun təşkil verirlər, amma hamısı deyil. Bir kiçik bölüm eşikdədir. Mən arzu edirdim ki, o 3-4 təşkilatımızda ki, eşikdədir, onlar da zaman içində qatılalar və bu doğrudan eləyə bilər ki, öz tarixi vəzifəsini və görəvini qabağa aparar. Bu ki, bu təşkilatlarımızın ilk öncə deyim ki, gördüyünüz kimi bu təşkilatlarda fikir baxımından çox fərqli düşünən təşkilatlardırlar. Və bu özlüyündə böyük bir başarılıdır ki, Azərbaycanlılar eləyə bilirlər dəyişikli təşkilatlarla, dəyişikli fikirlərlə bir araya gələrlər və bir platform verilir ki, bu çox mühüm məsələdir. Baxın, Kürdlər Əməkdaşlıq Şurası yaradırlar, amma platform ki, vahid istəkləri nədir, maddə gedir, onu yetişməyiblər. Onu verə bilmirlər. Farslar ki, əslən dəbədağındırlar, cümhuriyyətçiləri, xalq mücahidi, şahçılar əslən bir-birlərinə boğuşmalardır. Yəni bir dənə əslən iki təşkilatı bir-birinin yanında ola bilmir. Bəluçlarda da çətinlik var. Ərəblərdə müəyyən qədərcə bir addımlar atırlar, amma Azərbaycan türklərindən hələ daldadırlar. Bu göstərir ki, İranda, baxmayaraq ki, İran kültüründən gəlmişik ümumiyyətlə və o da istibdadi bir ölkədən gəlmişik, amma bununla belə Azərbaycanlıda belə bir istək ki, birləşək və birləşməklə bugünkü çətin günlərimizi qabağa aparaq, bu çox güclü bir amildir və bu sevindiricidir ki, biz eləyə bildik çox çətin və həssas günlərdə belə bir demək ki, təşkilatın, belə bir şuranın dövründə yığıldıq və eləyə bilirik ki, bunu irəli aparaq. Demək ki, bu təşkilatların aralarında münasibət təbii çalışılanır ki, əsas məsələ fikir pluralizm siyasi ilə, pluralizm əsasında və demokratik ilişkilər əsasında çox irəli sürülsün və bir təşkilatın otoritəsi altında işlər qabağa getməsin və beləliklə bu həm təşkilatlarımızın içində bir demokratik öyrənmə üçün bir alan olubdur. Bu bahis olur ki, əgər biz bu quruluşlar sabah imkan tapdılar İranda hökumətlə bağlı, elə bilirlər aynı düşüncələri dövlətdə özün göstərərlər. Yəni bəs Azərbaycan milləti bu deyil ki, məhkumdur bir şəxsi istibdada və bir dal qalmış bir fikirlərə ki, həttəmən bir nə bilim filan şəxs olsun ki, daha eləyə bilir etki buraxsın filan olsun. Bəlkə yox. Fikir, dəyişikli fikirlərlə ortaq millətimizin mənfəətləri əsası ilə bir düşüncələr eləyə bilirlər ki, millətimizin qurtuluşunda etki oynasınlar. Əlbəttə aparıcı məsələ içəridir. İçəridə indi bu təşkilatlarımızın hansının gücü daha etkili olsa, o eləyə biləcəkdir daha çox öz partiyasının düşüncələrini irəli aparmaqlıqda rol oynayır. Amma eyni halda həmin partiyada söz verir bu təşkilatların içində ki, bu bizlərlə iş birliyində və fikir birliyində işlən qabağa aparsın. Bu da millətimiz üçün böyük bir başarılıdır. Bu ki, bu KƏTƏŞ-in bu siyasi müadilədə oynadığı yer nədir? Mən açıq deyə bilirəm ki, biz biraz geciksək də, amma yenə də zamanında eləyə bildik özümüzü gündəmə gətirək siyasi müadilələr əsasında Fars təşkilatlarının içində, Kürdlərin, Bəluçların, Ərəblərin və digər millətlərin içində və bu bahis oldu ki, hətta o çağırışı biz verdik, o çağırışımızı siz gördünüz ki, düzdür, Farslar indi öz mənfəəti ilə yanaşı məsələni yaydı, amma yenə də elə international televizyonda yayıldı, Farsların televizyonlarında getdi, Alman səsini nə bilim yaydı, nə bilim özəlliklə geniş yayılmaqdan əlavə bu ki, digər Azərbaycan təşkilatları da buna yəni əsas tutdular ki, bu Azərbaycan Siyasi Təşkilatlarının Əməkdaşlıq Şurası deyən günü dəstəkləyirik və birlikdə bu təşkilata vurğu yapdılar. Ha belə türkmənlər, Qaşqarilər də bu məsələni gündəmə gətirdilər. Bu da özlüyündə Azərbaycan türklərinin İran türkləri ilə birlikdə hərəkət etməsinin və bir-birlərini etkiləməsinin ortaya qoydu və bu göstərdir ki, əgər bizdə
imkanat ola. Bizim təşkilatlarımızın maddi baxımdan biraz böyük bir sıxıntıdadırlar. Əgər bunların maddi baxımdan imkanları həll olunar, əgər bunların media baxımdan ki, çox böyük bir sıxıntıdadırlar və eləyə bilmirlər rəqabət eləsinlər farsların mediaları ilə. Əgər bunlarda belə bir imkanlar ola, təbiidir ki, burada belə bir güc vardır ki, eləyə bilsin, qat-qat onlardan çox məsələlər təhlil eləsin, milləti ilə yoxunlaşsın, millətin səsi olsun və gündəmi dəyişdirsin. O şey ki, indi international çalışır ki, gündəm əlində olsun və onunla bağlı insanların zehniyyətinə yön versin. O məsələni mediamız olsa, maddi imkanatımız olsa, təşkilatlarımız daha güclənər və təbii ki, o səmtə gedərik. Amma təəssüf olsun ki, bu iki qonudan çətinlik çəkirik. Amma yenə də düşünürəm ki, gələcək bizimkidir. Hər halda bu məsələ belə qalmayacaqdır. Özəlliklə bölgədə biz çox-çox güclüyük. Azərbaycan dövlətimiz vardır, Türkiyə dövlətimiz vardır. Türkçülük çox-çox geniş yayılıbdır. İdeolojimiz və siyasi düşüncələrimiz millətimizin içində çox, özəlliklə gənclərin içində çox-çox yer alıbdır. Dediyim kimi bizim potansiyelimiz çox-çox güclüdür. Yetər ki, Azərbaycan siyasi təşkilatları eləyə bilərlər, özlərini gündəmində saxlayıb və milli hərəkətin gündəliyində öz fəaliyyətləri ilə möhürlərini vurarlar və beləliklə eləyə bilərlər milli fəallarımıza yön verməklikdə və səmt verməklikdə başarılı bir addımlar atarlar. Mənə bu imkanı yaratdığınız üçün sizdən təşəkkür edirəm. Var olasınız. Sayın Mahmud bəy Bilgin, Araz News Radyosu'nun panorama programına katılıp fikirlerinizi paylaştığınız için size teşekkür edirik. Saygıdeğer dinleyiciler, bizi dinlediğiniz için sağ olun. Gelen müsahibeye kadar esen kalın. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.